Tural Turam, sizin də Eurovision vaxtında çox gündəmdə oldunuz. Yes. Yəni tənqidlərlə də gündəmdə oldunuz, belə də gündəmdə oldunuz, səhnədə də başınıza iş gəldi gitara ilə bağlı. That's true. Biz bu aralar yarı ingilis, yarı rus, yarı nə bilim xarici dillərdə danışacağıq. Ona görə də hamı bizi başa düşəcək. Çatdıra bilmərəm, mən alt yazdım. Sizdə necə idi həmin dövrdə vəziyyət? Məsəl üçün Eurovision seçildiniz, artıq bəlli oldu, getdiniz nümayəndə heyəti və s. və ilaxır. Düzünü desəz, Turalla Turana ən çox həmin o dövr Eurovision iştirakında nə çox narahat eləyirdi? Narahat eləyən şey yox idi açığını desəm, yəni çünki o vaxtı biz yəni dəhşət, yəni euforiyadaydıq. Yəni o qədər gözəl bir şeydir ki, bu təmsil eləmək ümumiyyətlə. Yadıma gəlir ki, prosta biz hissiyatdaydıq da, oradaydıq sadəcə olaraq. Bir dənə onu deyə bilərəm ki, nə narahat elədi. Bir dənə o geyimlərlə bağlı olan, o da gələndən sonra yəni narahat eləyib. Deyək, həmin vaxtı deməzdim ki, bizi narahat eləyib. Yəni həmin vaxtda sizə o geyimlər təqdim olunanda okey idi. Sonra cəmaətin reaksiyasını görəndən sonra siz də narahat oldunuz. Hə, yəni geyimlər onsuz ki bizə yəni bir gün əvvəldən təqdim olundu və o geyimlər barədə ümumiyyətlə biz fikirləşmirdik orada ki, nə geyinəcəyik, hamının öz işi var da, yəni hamı öz işini görür, necə delegasiyadır və hərəyə iş paylanılıb və o işin üstündə gedirlər. Bu komandadır və sən də onlara güvənirsən, hamıya inanırsan və bu barədə oturub ikinci dəfə fikirləşməyinə ehtiyac qalmır deyə düşünürəm. Yəni belə idi. Sizə qarşı haqsızlıq oldu orada? Yox, düşünmürəm ki, bizə qarşı haqsızlıq olub. Siz komandana deyirsiniz, yoxsa ümumiyyətlə soruşuram. Onun içində o da var digərlər. Ümumiyyətlə haqsızlıq söhbəti olmadı. Orada da deyərdim ki, bir dəfə İsraildə olanda yadıma gəlir ki, bizə rehearsal üçün vaxt verməmişdilər. Bir dəfə oldu. Təsəvvürünə gətir, getdik, rehearsal eləyirik. Prosta bütün ölkələr rehearsal yəni məşqdir, məşq eləyirlər. Prosta bizə çatanda hamı 3 dəfə məşq eləyirdisə, biz bir dəfə cəmi məşq elədik. Belə bir şey oldu. Səbəbini soruşanda nə cavab verirdin? Vaxt yox idi deyirdilər. Siz artistsiniz, siz tələb eləm, səhnədən getmirəm. Hə, Biz detallarına kimi üzr istəyirəm, Loro dildə deyirəm, dirəşirik ki, yox, sən burada bu metronom gedir, sən nə dərsən, say gedir mahnıdan, mən bilməyəcəm harada girmək, harada çıxış eləmək lazımdır. Ona görə onu siz tələb eləməlisiniz. Onlar da bəlkə də onu buraxır boşluğa ki, görün buna lazımdır, yoxsa yox, bu öz işini tələb eləyəcək, yoxsa yox, zəifdir, yoxsa xarakter, yəni biraz göstərmək lazımdır. Var, düz deyirsən. Yəni siz özünüz, təbiətiniz belə sakitdir, amma biraz belə orada onsuz ki, yəni düşdülər onun üstünə. Yəni biz düşmədik 100%, amma bir fan gecə idisə, elə də önəmli deyil. Əsas böyük səhnədə, yəni sözsüz ki, o da önəmlidir, amma yəni 3 dəfə məşqə qaldıqda mən nəzərdə tuturam ki, hə də okey, əgər səs yaxşıdırsa, musiqi yaxşıdırsa. Eurovisionda elə bir halın şahidi olmusunuz ki, onu hələ də heç kim bilmir. Elə bir vəziyyətin, elə bir halın, elə bir mövzunun şahidi olmusunuz ki, onu hələ də heç kim bilmir. Veroda danışdın. nə ola bilər? Mən də onu soruşuram, deyil mi? Spesifik. Yox, hadisə ola bilər, qalmaqal ola bilər, mövzu ola bilər, vəziyyət ola bilər ki, hansı ki, onu hələ ki, ictimaiyyət bilmir, yəni siz desəz bilərik. Belə bu dəqiqə ağlıma gəlmir açığı. Sən amma daha belə təcrübə get-gəl çoxdur da, yəni. Hər dəfə söhbət olur. Hər dəfə. Amma bu işdir də, Samir, olmalıdır. Komanda içində, daxildə hər dəfə olur, olmalıdır. Bir çəkişməsən, bərkiməzsən. Amma yenə dediyim kimi, nə günahı kiməsə tək adama yıxmaq lazımdır və ümumiyyətcə gərək bir-birimizin sözünü eşidəsiniz. Çünki orada heç kim istəmir sənin pisliyi, yəni delegasiya istəmir artist pis olsun. Sonucu da bizim simadır, bizim üzdür. Hər şey, hər detalına qədər geyimi, oxumağı, adi inera belə, o qulaqcığı belə necə görünür, rəngdədir. Yəni bu ümumi işdir deyənə hamı burada əziyyət çəkib düşünməlidir və işini bilməlidir, peşəkar olmalıdır. Elədimi? Mənim ilimdə hamısı təzə qızlar, uşaqlar, bizim komanda qızlardan ibarət.
təzə gənc bu sahədə ümumiyyətcə Sənin dövründə İsa Məlikov. İsa Məlikov rəhbər idi. Sonra Aydan Topçubaşova bizdə PR menecer idi. Fidan Məmmədova bizdə deməli prodüser idi və daha digər xanımlarımız da var idi. SMM falan bizlə işləyənlər. Amma biz rusların bir sözü var, sapşa, xəbərləşərək yəni mənim hər addımımı demək olar ki, günlük konumumu belə bilirdilər, görürdülər. Yəni burada nə var idi ki, əksinə onlar mənə görə çalışırdılar və mənim simamda ölkənin adını üçün çalışırdılar. Əla, buna heç birimizin şübhəsi yoxdur əslində. Biz hər birimiz bilirik ki, Eurovisionda delegasiyalar dəyişsə də, rəhbər, yəni mövqedə olanlar, müxtəlif illərdə müxtəlif insanlar olsa da belə, hər kəsin bir məqsədi var ki, ölkəmizin adı daha yüksəklikdə olsun. Amma bir gerçək də var ki, biz 4 ildir final görə bilmirik. Və bu istər Eurovision fanları arasında, istər tamaşaçılar arasında, istər Azərbaycan hər zaman Eurovision'dakı uğurlarını bildiyimiz bu tamaşaçıda haqlı bir suallar, narazıçılıqlar yaradır. Siz Eurovision'u görmüş və sən də xüsusən nədə görürsüz səbəbi ki, Azərbaycan 1 il deyil, 2 il deyil, 4 ildə artıq finala keçə bilmir? Mən düşünürəm ki, bu mahnı ilə əlaqəli bir şeydir. Yəni belə deyim də, mahnı əgər çox yaxşı olsa, yəni bunu göz ardı eləmək mümkün deyil, mümkün olmayacaq. Misal deyə bilərik ki, ayrı-ayrı şeylər də var, bura təsir eləyir. Amma ki, əgər mahnı çox superdirsə, yəni bunu insanlar qulaq asır axı, yəni bunu necə göz ardı eləyəsən? Yəni belə bir şey var. Bu illərdə də bizdə indi mahnılar özümüzünki daxil olmaqla, yəni lap möhtəşəm mahnılardır, yəni demərəm. Yəni açıq danışası olsam da. Yəni onu deyə bilərəm ki, sadəcə olaraq məncə mahnı prosta çox yaxşı olmalıdır. Amma mən də bir şey əlavə eləmək istəyirəm. Məncə mahnıdan əlavə orada ən çox nəyə diqqət yetirilir? Bayaq dediyiniz sirlərdən. Komandanın öz arasında münasibət kənardan izlənilir hər zaman. Və sözsüz ki, mahnı okey, gözəl olmalıdır, əla olmalıdır. Amma bir də görürsən elə bir mahnıdır ki, deyirsən bu necə oldu ki, ya qalib oldu, ya beşliyə girdi. Məsələn, mən bu il dedim onu. Ümumiyyətcə işə münasibət, bir-birinə münasibət, mahnı, artistin nə qədər hazır olduğu, səhnədən qorxmamağı, tamaşa auditoriyadan qorxmamağı. Çünki sən deyirsən, mən gedib oranı partladacağam, mən belə oxuyacağam, elə eləyəcəm. Məşq eləyirsən, 6 ay dayanmadan mən kablukda gəzə bilməyən adam, mən kablukda yatırdım ki, gecə birdən oyanaram, lişni rast kablukla gəzim. Sən o qədər məşq eləməlisən, o qədər hazırlıqlı olmalısan ki, və tək sən yox, sənlə gedən bütün insanlar bilsin ki, kimə necə cavab vermək lazımdır, kimlə görüş keçirtmək lazımdır, kimə öz artistini təqdim tanış eləmək. Düzgün strategiya qurulmalıdır. Düzgün politika, strategiya qurmaq lazımdır ümumi Avroviziyada olan zaman. Heç kəsdən qaçmaq, gizlənmək, qrim otağında utanmaq yox. Səmimiyyət, münasibət. Amma inan, münasibətdə olmalıdır. Mən 4 dəfə dedim də, uşaqlar, 4-cü illikdə biz bu il keçmədi, yoxsa 3 idi, birdən yanlışlıq olar. Mən bildiyim qədərilə 4-dür. Mən bildiyim qədərilə 3. 3-dür.